Yolumuz Gənclər şəhəri adlandırılan Sumqayıtadır. Salam, xoş gördük. Röya kimi verilişi ilə növbəti bir ailənin qonağı olmağa gedirik. Gedirik ki, o ailənin sevincini sizlərlə birlikdə bölüşək. Bugün biz Sumqayıt şəhərində, Gənclər şəhərindəyik və növbəti bir ailənin, qaçqın bir ailənin qonağı olacağıq. Bu ailə Laçın rayonunun sakinidir və burada Sumqayıtda məskunlaşıb. Gedə görək bu ailənin hansı otağının təmirə ehtiyacı var? Əlbəttə ki, bunu Barış bəy ilə birlikdə görəcəyik. Barış bəy, növbəti ailənin qonağı olacağıq. Burada fikirləriniz nə olacaq? Ben de evi görmedim de gidip bir bakalım. O zaman gedək, baxaq və hansı otağın təmirə ehtiyacı var? Yəqin ki, orada qərar verəcəksiniz. Orada karar vereceğiz. Xuraman xanım, bu nədir? Deyəsən uşaqlığınız yadınıza düşüb. Budur, Rahib Usta da gəldi. Bütün ləvazimatlarla birlikdə. Hal-hazırda evə yaxınlaşmışıq, gedək qapını deyək, görək bizə qapını kim açır. Bakalım. Barış, hal-hazırda Sürpriz olacaq. qapının önündəyik, görünür qapı. Kapı görünüyor. Səncə bizi içəridə necə bir ev gözləyir? Ben de bilmiyorum. O zaman hər dəfə qapını mən döyürəm, bu dəfə sən döyürəm. Evet. Selamünaleyküm. Biz geldik. Hoş geldiniz, hoş geldiniz. Hoş Hoş bulduk. yüzlü olsun. Çok sağ olun. Keçə bilərik? Geçin, buyurun geçin. Tamam, hoş geldiniz. Hoş bulduk. Çox sağ olun. Hoş buldum abla. Barış bəy, ailə ilə sizi tanış eləyim. Olur. Evin ağsaqqalı İbadət. İbadet Bey, Xoş gördük. çok sağ olun, hoş gelmişsiniz bura. Size teşekkür ederim gelmenize göre. Çok sağ olun, var olun. Gelen ayağınız mübarek olsun. Çox sağ olun. Evin xanımı. Nəzakət, Allah sizi var eləsin. Həmişə siz gələsiniz. Çox sağ olun, çox təşəkkür eləyirik və oğlanları Ali. Əli. Çox gözəl. Əli, bugün səncə nə fikirləşirsən? Bu evdə hansı dəyişiklik olacaq? Belə bir fikrin var? Bilmiyorum. Heç bir arzuladığın bir ev belə deyək də dizaynı var ki, mənim otağım belə olsun, ya evim belə olsun, ya oturduğum otaq hansısa bir görkəmdə olsun. Arzuları var, düşünüyor ama hayata geçmiyor. Keçməyib. İnşallah biz çalışacağıq ki, düşünüb həyata keçirə bilmədiyi arzusunu biz həyata keçirmiş Çok sağ olar. olun. Biz de onda size büyük teşekkürlerimiz olar. İnşallah. Elə isə keçək içəri. Buyurun. Abbas İbadet, Ənvar oğlu. Biz Laçın rayonundan qaçqın düşdük. 92-ci ildə gəldik, burada Sumqayıt şəhərində məskunlaşmışıq. Mən xəstəliklə əlaqə olaraq işləyə bilmirəm. Mən Abbasova Nəzakət, Osman qızı. Mən Laçın qaçqınıyam. Keçək içəri. Abbasovlar ailəsində bir ağbirçək nənə var. O nənənin duası ilə verilişə başladı. Salam ay nənə. Aleykümselam. Necəsən? Aleykümselam. Sağ olun. Ay nənə. Bax biz gəlmişik ki, sənin evini təmir eləyək. Sağ olun. Bana mən bir söz deyəcəm. De. Deyim. Bu Türkiye kardeşlere, Türkiye'nin böyüklerine, Türkiye'nin kardeşlerime, gelenlerine minnettarım. Onlara canım kurban. İlk olaraq aparıcımız Xuraman xanım memarımızı tanış elədi. Bax, bizim memarımız buradadır. Bax bu cavan oğlan. Sənin evini qəşəng təmir eləyəcək. Gözəl bir otaq təmir eləyib verəcək sənə. İbadət bəy, otaqlarınız neçə otaqdan ibarətdir eviniz? 3 otaqdır. Əvvəla oturaq çay süfrəsində bir çay çək, sonra baxarsınız. Amma Barış, mən istəyərdim birinci otaqları gəzək, görək neçə otaqdan ibarətdir, sonra çay içək. Olur. Önce odalara bakalım, sonra çayımızı içeriz. Onda gedək otaqlara baxaq. Bu bizim otaqlardan biridir. Baxımsızlıqdan burada qala bilmirik də, soyuq olur, divarlarda çat var, ondan nə bilim belə də imkan yoxdur. Təmirə ehtiyacı var deyə biz burada olmuruq. O bir otaqda olur. Hamımız bir evdə. Nəzakət xanım, mən orada mebel gördüm. O sizin mebeldir yoxsa? Nədir? Çoxdanın. Cehizdir ya nədir? Hə, cehizimdir.
cehizin. Barış Bey, görürsünüz orada mebel var. Belki siz bunu bilmirsiniz ama bizde bunu mebel, cehiz verirler kızlarına. Beğendiniz mebelin rengini ya divarların rengini? Ev zaten çok bakımsız, mobilyalar falan hiç uygun değil. İnşallah hepsini yenileyeceğiz, değiştireceğiz. İnşallah gördüğünüz gibi memarımız söz verdi. Sizdən də Bu razı evdə olsun, Allah sizdən bir razı olsun. balaca toxunuşla böyük bir dəyişiklik edəcək. Biz Barış Bey'e inanırıq. İnşallah. Sağ olun inşallah. Keçək növbət otağa. Geçelim. Buyurun efendim. Gel. Buyurun. Bu bizim ikinci otaqdır. Ha, bu da belə daha baxımsızlıqdan bu vəziyyətdədir. Nəzakət xanım, burada görürəm yatacaq yorğan döşəklərimiz var, yığmısınız. Aydın məsələdir ki, evin kiçik olmağından rəli gəlir bunu belə yığmaq. Hamısını üst-üstə yığmışam. Ev dardır. Ev Dardır. çox balacadır. Budur. Artıq otaqlardan birini memarımız seçdi və necə bir dəyişiklik olacağını isə ustamız Rahiblə birlikdə qərarlaşdırırlar. Xuraman xanım yaman diqqətlə baxır. Nə qədər olmasa da, bizim aparıcının da marağına səbəb oldu bu otaq necə dəyişiləcək. Barış Bey, mən baxıram bu cızma qaradır, bundan ev olar. Çizme karayla evler başlıyor zaten. İnşallah, mən bir şey başa düşmədim, yəqin ki, tam təmirdən sonra bəlli olar. Tamirden sonra Olsa çok bütün güzel bir evlərdə şey əvvəl çıkıyor. insan başa düşmüşsə, vaxtı da yaxşı olur. İnşallah. Bəli Xuraman xanım, Barış bəy düz deyir. Hər şey cızmaqara ilə başlayır. Sonunu səbirsizliklə gözləyini, görək sonda bizi hansı sürpriz gözləyir. Otağı nə bilim indi qabaqki vaxta baxanda biz buna da şükür eləyirik. Amma ayaqlaşmaq lazımdırsa biraz müasir olsa daha gözəl olar. Mən bu TRT kanalına öz təşəkkürümü bildirirəm. Bu Türkiyənin bu şirkətinə minnətdarlığımızı bildiririk. Çox sağ olsunlar ki, belə bir təşəbbüs irəli sürüblər. İstəyirəm gənövşə rəngində olsun. Stolum yoxdur mənim. Qonaqlar gələndə hamısı qalır ayaq üstə, narahatçılıq olur. Belə. Hamısı yerdən otururlar. Bəh, bəh, bəh. Əsl kənd abu-havası yaşayırıq. Bütün komandamız yerdə əyləşib. Evin xanımı Nəzakət xanım bizi çay süfrəsinə qonaq elədi. Hələ təndir çörəyini demirəm. Bəh, bəh, bəh. Çox sağ olun ay Nəzakət xanım. Bizi lap kəndə apardınız. Bizim çox sevdiyimiz operator Emin isə kameranı bir an belə yalnız qoymur. Bax, burada deyibləri, kasıbın malı göz qabağında olar. Bu arada Türk İş Birliği Koordinasiya Ajansı da Azərbaycanlıları unutmadı. Çörək müqəddəs nemətdir. Ceyhan toxum növünün əkilərək istifadəyə yararlı olduğu, eləcə də bu toxum növündən ildə 2 dəfə məhsul alındığı Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi nümayəndələri tərəfindən təsdiqləndi. Kənd təsərrüfatı nümayəndələri bir dəfə məhsul verəcəyini qeyd etmişlər. Bu, Azərbaycan buğda istehsalında çox gözəl bir nəticədir. Azərbaycanda müasir kənd təsərrüfatı TİKA-nın məsləhətləşməsi nəticəsində inkişaf edir. TİKA məsləhət verərək mütəxəssis pedaqoqların dəstəyi ilə keyfiyyətli məhsul almağın yollarını öyrədir. Ceyhan Türkiyənin öz toxumudur. Bu toxum Azərbaycana gətirilərək sulama sistemləri və müasir kənd təsərrüfatında istifadə edilir.
Beləliklə, məhsulun keyfiyyəti və miqdarı artır. Azərbaycan artıq öz toxumu sayəsində xarici ölkələrə möhtac olmayacaq. Seçilən otağın yumşaq mebelləri hansı rəngdə olacaq? Zaten bunlar karaya baka adamlar canından bir yaşıyor. Otaqdakı görüntülər birazdan. Budur, bizim Karadənizli Murad bəy də Barış bəyin yanındadır. Murad bəy ilə memarımız yumşaq mebellərin ölçüsü, rəngi haqqında danışırlar. Artıq qapıların ölçüsü hazırlanır. Murad bəy də həmin ölçülərin daha dəqiq olması üçün rahib ustadan yenidən ölçülməsini xahiş edir. Təmir olunan otağın mebelinin rənglərini seçmək üçün Murad bəy memarımıza nümunə olaraq bəzi rəngləri təqdim etdi. Memarımız Barış bəy görüntünü divara çəkib Murad bəyə yumşaq mebelin harda yerləşəcəyini başa salır. Ay Barış bəy, lap məktəbdə dərs deyən müəllimlərə bənzədiniz ki. Bu arada bizim Murad bəyimiz də zarafatından qalmadı. Aparıcımız yumşaq mebelin qara rəngdə olmasını istədi. Murad bəy isə Zaten bunlar karaya baka adamlar canından bir yaşıyor. artıq təmir olunacaq otağı yığmaq üçün aparıcımız Xuraman xanım köməyə başladı. Aha, operatorumuz İskəndər bəy bağlı bir qıfıl tapdı. Və bu qıfılı Xuraman xanıma uzadıb, bəxtini aç dedi. Mən açarı tapsam açaram, tapın. Bu söz deyiləndən sonra bunu 100% açmam lazım. Bizlərdə belə bir adət var. Bağlı qıfıl görüb subay qıza uzadıb desəz ki, bəxtini aç, o qıfıl mütləq açılmalıdır. Aha, bu nədir ay Xuraman xanım? Money, 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 pool, pool, pool. Money, 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 pool, pool, pool. Money, 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 pool, pool, pool. College ka ek ladka hai. Hə, Sovetin puludur ki, köhnə puldur. Bu pullar işləmir. Yəqin İbadət bəyin hobbisidir köhnə pul yığmaq. Bunu belə görürəm ki, açar tapılmayacaq. Hə, axır ki bizim aparıcı bir çəkic tapıb qıfılı açmaq qərarına gəldi. Amma nədənsə aparıcımızın əlində qıfıl açılmadı ki, açılmadı. Axırda evin kiçik oğlu Əliyə həvalə elədi. Şükür, təbrik edirik Xuraman xanım, qıfıl açıldı. Deməli bu yaxınlarda bizləri toy gözləyir ki, inşallah. Bundan sonra toya hazırlaşmaq olar. Artıq otağın bütün əşyaları çıxarıldı. Bugünlük bizim memar və aparıcımız ev sahibləri ilə sağollaşıb, sabahki günə hazırlaşacaqlar. Biz hələ başladıq. Əlbəttə ki, bundan sonra mən təhvil təslimi verəcəm Barış bəyə. Artıq Barış bəyin ustalarla birlikdə bu evdə çalışacaq. Mən daha sonra, yəqin ki, arada gəlib gedəcəm, bilmirəm. Ona indi baxarıq. İnşallah bundan sonra nə edəcəksə Barış bəy edəcək. Barış bəyin fikirlərini açıqlamaq istəyirsən, yoxsa Barış bəy? Yok, açıklamayacağım, sürpriz olsun diğer evlerdeki gibi. Sonunda görürsünüz. Barış bəy, siz hara? Biz ofisdə görüşməli deyilik ki. Doğru diyorsunuz. Artıq memarımız ofisində Abbasovlar ailəsində seçdiyi otağın dəyişikliyi barədə dekorları, rəngləri seçir. Bizə də çox maraqlıdır. Barış bəy, Abbasovlar ailəsində hansı rənglərdən istifadə edəcəksiniz? Daha renkleri seçmedik, ona yerinde karar vereceğiz. Siz deyəsən bizə yenə sürpriz olsun deyə belə cavab verdiniz. Bəs niyə yan otağı seçdiniz? Yan odayı seçmemizin sebebi odanın daha büyük olması. Bir de hasta bir halımız vardı.
Onu yerinden rahatsız etmeyelim dedik. O yüzden yan tarafa geçtik. Bəs yumuşaq mebellərin rəngi necə olacaq? Eve HTV olduğu için koyu renkler seçebiliriz. Rengini kullanabiliriz. Barış bəy, bəs Abbasovlar ailəsi sizə necə təsir bağışladı? Çok misafirperver çıktılar. Sağ olsunlar. Her şeyi getirdiler, yedik içtik. Ən çox yadınızda nə qaldı? Köyden kaymak getirmişler. Köy kaymağı. Bu çok güzeldi, çok hoşuma gitti. Budur, artıq ustalarımız Abbasovlar ailəsinin həyətindədirlər. Maşallah, hava da çox gözəldir, əsl yaz havası. İlk olaraq ustalarımız evə göz gəzdirib, döşəmənin təkməliyini, yəni pinitlərini sökdülər. Sonra divara astar vuruldu. Daha sonra üzlük, divarda qurulacaq dekor üçün Rahib usta ölçülər götürür. Pərviz usta divara vurulan üzlüyü qarışdırır. Görəsən Barış bəy hardadır? Ustalara ləvazimat üçün bazarlıqdadır. Niye olabilmiyor? Nasıl olamıyor abi? Biz alıyorduk. Abi. Abi 5 manat yaz sen ona. Yaz da yaz. Ya ben bir şey demiyorum. 5 manat yaz ona. Ayıp abi ya. Geldik ta Gencelerden, Bakülerden buraya. Konak gelmişiz. Ya sen Bu arada bizim memarımızın bazarlığı bambaşqadır. Hələ üstəlik satıcının rəfdə qoyduğu qiymətdən də aşağı qiymətə aldığı ləvazimatlar var. Otağın elektrik naqillərinin yerləri ölçülür. Daha sonra isə həmin ölçülən yerdə dəlik açılır. Pərviz usta isə tavana üzlük və astar vurur. Rahib usta isə döşəmənin düzlüyü üçün lazer cihazından istifadə etdi. Artıq dekorun ilk işi görülür. Evin sahibi İbadət bəy də ustalara kömək edir. Hərdən bir də qapıdan durub ustaları seyr edir. Otağın çılçıraqları çıxarılır. Sonra tavan hamarlaşdırılır və ağ rəngdə boyanır. Tavanın künc hissəsinə vurulan alçıların üzərinə ağ rəng boyanır. Bu rəng alçının üzərini parıltılı və daha qabarıq göstərir. Televizor qoyulacaq yerin hər iki tərəfində dördbucaq şəklində dekorun üzərinə divardan fərqli olaraq açıq bənövşəyi rəng vuruldu. Budur, artıq nahar vaxtıdır. Nəzakət xanım ustalara yemək gətirir. Bəh, 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 dolma. Evin xanımının bişirdiyi ləzzətli yeməkdən sonra yorğunluqları çıxsın deyə bir pürrəngi çay da içdilər. Əlbəttə ki, dincəlmək gözəl şeydir, amma oturmaq quzunu qurda verər ha. Onu unutmayın ki, sizin 3 gün vaxtınız var. Haydi, iş başına.
Otağın kiçik olmasını nəzərə alan memarımız təmir etdiyi otağı ağ rəngdə boyatdırmışdı. Sən demə ağ rəng kiçik otaqları daha böyük və geniş göstərir. Televizorun arxa tərəfinə vurulan alçı dekor hazırlanır. İlk olaraq gipsdən hazırlanmış məhlul qəlibin üzərinə tökülür. Daha sonra üzəri hamarlaşdırılır. Biraz quruduqdan sonra şəbəkədən ayrılır. Budur, dalğavari dekorumuz hazırdır. Lap dəniz dalğalarına bənzədir ki. Seçilən otağın yumşaq mebelləri hansı rəngdə olacaq? Otaqdakı görüntülər birazdan. Otağın yeni çılçırağı quraşdırılır. Əvvəlki çılçıraq çox klassik formadaydı. Bunu bizim memar yenisi ilə əvəz etdi. Həm də bu çılçıraq otağın dizaynına da uyğun gəlir. Bu arada bizim memarın aldığı çılçıraqdan xoşu gəldi. Yaman baxırsan ay Barış bəy. Divara vurulan kağızın rəngi isə evə gətirilən mebellərin rənginə uyğun seçilir. Otağın qapısı və stol-stulları boşaldıldı. Qapının köhnə çərçivəsi çıxarılaraq yenisi ilə əvəzləndi. Bu dəfə qapının rəngi tünd qəhvə rəngindədir. Televizorun yan tərəfində quraşdırılan rəflərin ölçüləri lazer cihazla kəsilir. Daha sonra dekora yerləşdirilir. Budur, artıq son gün və otağın yumşaq mebelləri evə daşıdılır. Pərdələr asılır. Pərdənin üzərindəki yazıların da tünd qəhvə rəngli olmasını memarımız öz zövqünə görə bəyənmişdi. Amma heç də pis alınmayıb ha, ay Barış bəy. Xuraman xanım da gəldi və hiss olunur ki, evi görməyə çox tələsir. Salam Barış bəy. Aleykümselam. İcazə olar? Olur, size olur. Bizə olar. Buyurun. Salam, necəsiz? Salam, xoş görüşdük. Çox sağ olun. Biz hamınıza təşəkkür edirik. Bu bayram günlərində bizi belə sevindirdiyinizə görə Allah Türk qardaşlarımızı, Azəri qardaşlarımızın hamısını sevindirsin. Allah belə hamıya can sağlığı versin. Sağ olun, var olun. Yenə də bizə hələ xəyaldır, yuxudur. Hələ bu həyəcanın bir hissəsidir. Bu ikinci həyəcan evdə olacaq. Evə keçəndən sonra görək Barış bəy nə edir bu evdə? Bəs nə, ay Xuraman xanım? Memarımız elə bir dəyişiklik edib ki, siz gözlərinizə belə inanmayacaqsınız. Nəzakət xanım, siz hansı hisslər keçirirsiniz? Mən çox sevinirəm. Çox həyəcanlıyam. Barış bəy, hansı dəyişikliklər eləmisiniz? Hər zaman olduğu kimi yenə sir saxlayacaqsınız yoxsa? Bu da sürpriz olsun, eve girdiğimizde göreceğiz zaten. Odaya geçelim. Keçək. Buyurun. Gedək. Keçin içəri, ay Xuraman xanım. Barış bəy, açar əlinizdə. Bağlayıb qapını. Dayanıb qapının ağzında. Bizi içəri keçirməyəcəksiniz. Yok, önce biraz sohbet edelim. Çox həyəcanlıyıq. Allah Barış müəllimin canını sağ eləsin. Sağ olun. Bizi sevindirdi. Hələ də inanmırıq. Hələ sevinciniz daha çox içəridə olacaq. Bəs siz? Mən də elə həyəcanlıyam. Baxarıq da içəridə. Barış bəy, insanlar maraqdan uca danışa bilmirlər. Merak ediyorlar. Ben de ibadette diyorum ki kapıyı açacağım ama bir sözüm vardı bana. Nə söz verdiniz? Qapını açmazdan əvvəl memarımız İbadət bəyə ona qaymaq Olacaq. gətirəcəyini xatırlatdı. 3 gündən sonra. Tamam oldu. Söz almasa qapını açmır, görürsünüz. Bismillah diyoruz. Nə gözəl. Çox sağ olun, çox sağ olun. Çox sağ olun abi, çox sağ olun. Sağ olun, Allah razı olsun. Çox sağ olun. Siz de sağ olun, teşekkürler. Buyurun oturun. Necə nəzakət xanım? Çox sağ olun, çox sağ olun. Çox sağ olun. Hələ belə mebel,
Belə stol görməmişdim. Allah sizin canınızı sağ eləsin. Barış bəy, əllərinizə sağlıq. Çox gözəl olub. Teşekkürler. Əllərinizə sağlıq, qardaş. Hələ inanmıram. Bildiririk. Bu verilişi hazırlayanlara biz inanmırdıq ki belə bir şey olsun. Bunu televizorlarda görürdük. Bizə hələ yenə də yuxu gəlir. Biz elə bilirik ki bu ev bizim deyil. TRT-nin Bakı təmsilçisinə təşəkkür edirik. Ki belə bir iş görürlər. Biz keçək, əyləşək, daha sonra söhbətimizə davam eləyək. Nəzakət xanım, ona kimi siz bizə bir yaxşı pürrəngi çay gətirin, biz də söhbətimizə davam eləyək. Evin ağbirçəyi sayılan Mir Əsdə nənənin hələ otaqdan xəbəri yoxdur. Xuraman xanım, nə oturmusunuz? Qalxın nənəni götürün də. Mən sizin söhbətinizi böləcəm, siz söhbət eləyin, mən gedim bu arada nənəni gətirim. Nə olar? Gedək. Yaxşı olar. Gəl. Gəl nənə, bura gəl, bura. Türkiye tərəfindən, Gel buraya gel. Türkiye qardaşlar tərəfindən bana qapı açılıb, bana ev tikilib bu vaxtda 80-90 yaşımda. Sizə qurban olum, sizin başınıza dönüm. Siz məni elə bil ki, bir dənə qaranlıq yerdən işıqlı dünyaya çıxarmısınız. Sağ ol ay nənə, çox sağ ol. Balam, sizdən razıyam. Budur, proqramımızın adına uyğun tort gətirildi. Həyatda ayrılmaz bir komandamız olan Röya kimi proqramının tortunu aparıcımız Xuraman xanım kəsdi. Şirinlikdir ay Xuraman xanım. Sonra memarımızın ev sahibinə xüsusi bir hədiyyəsi oldu. Bu da benden size hediye ütü. Çox sağ olun. Ütü yaptıkça aklınıza ben gelirim. Çox sağ olun. Daha bitmedi hediyelerimiz. Hələ ardı gəlir hədiyyələrimizin. Bir tane et çeke maşını. Çox Çox sağ olun Barış bəy, çox sağ olun. İbadet dayıya bir hediyemiz var. Bu da toz soran. Toz soran işini İbadet dayı yapacak. Tamam mı? Çok sağ ol. Nezaket ablaya yaptırmayacağım. Oldu çok. Sen yapacaksın. Barış bəy, hədiyyələrə görə sizə təşəkkür edirik. Amma bizlərdə tozsoran maşınını kişiyə uzatmazlar. Budur, ailənin hədiyyə sürprizi davam edir. Abbasovlar ailəsinin bu dəfəki tanınmış siması İlahə İbadova oldu. Alqışlayaq bizim qonağımızı. Xoş gəlmisiniz İlahə xanım. İlahə xanım, xoş gəlmisiniz. Keçin əyləşin. Ay bərbaq, bəri bax, sənə ulduz deyiblər, mən də gözəl demişəm. İlahə xanım, bildiyimizə görə siz də Qarabağlısınız. Bir Qarabağlı olaraq bizim bu ailə üçün bir balaca oxusaydınız pis olmaz da. Süfrələrə şam düzün, qoy arzumuz Çin olsun. Şöyle saçan alovun, biri də mənim olsun. Səməni nazlı gəlin, incə belində kəmər, baharın elçisidir, bəzəhlin əlbəklər. Yurdumuza yaz gəlir, qoy barışsın küsənlər. Taley sizə Səsinizə qüvvət. Təşəkkür edirik. sevinənlər, sevənlər. Bəh. Çox gözəl, çox sağ olun. Çox Hər dəfə bizə gələn tanınmışlara belə bir otağı 3 günə təhvil verdiyi deyəndə bizə inanmırlar. Evi geniş göstərir. Çox qəşəng. 3 gün içinde yaptık biz burayı. Hə, belə deyil. Çox yaxşı. Bəli İlahə xanım, sağ olsun bizim ustalarımız. Həqiqətən 3 günə belə bir otağı təhvil vermək hər ustanın işi deyil ha. Bir otağın 3 gün ərzində təmir olunması Biraz belə deyək də, ağla sığmayan bir şey. ağla sığmayan bir şey. Bu arada sakitcə oturub İlahə xanımın dediklərini dinləyən ev sahiblərinə sual verdik. Nədir? İnanmırdınız ki sizin qapınızı bir tanınmış insan döyəcək? Teşekkürüm bildirərik. Başka ne diye bilərik? Çok teşekkür edirik hamınıza. Hələ də Xoşunuza gəldi mi düzündə? çok güzel. Vallahi çok güzel. Valla mənim bir Gözəl.
belə deyək də, sənətçi biz çox yerləri gəzirik, çox yerdə oluruq, amma doğrudan çox xoşuma gəldi. Yəni balaca bir ev üçün belə bir dizayn çox qəşəngdir. Müğənnimiz evin ağbirçəyindən otağın görünüşü haqqında soruşdu. Nənə, ev xoşuna gəldi. İndi elə bilirəm ki, təzəcə, bax təzə işıqlıya çıxmışam. Böyüm buranı görür. Evin ağbirçəyinin duası bizim hər birimizi kövrətdi. Hətta müğənnimizi də. Kövrətmə bizi. Artıq bizim ev sahibləri ilə sağollaşan İlahə xanımı yola saldıq. İlahə xanım, bilirəm sənət adamlarının vaxtı çox az olur. Ona görə mən sizə dərin təşəkkürümü bildirirəm. Çox sağ olun, gəldiniz. Bu ailənin sevincinə sevinç qatdınız. Biz sizi daha çox tutmayaq. Bilirəm ki, işləriniz çoxdur. O qızıl kimi vaxtınızı ayırıb bura gəlmisiniz. Çox sağ olun, çox təşəkkür edirəm. Mən sizə çox sağ ol deyirəm. Doğrudan da bugün tədbirlərimiz biraz üst-üstə düşür. Və doğrudan da sevindirici bir haldır ki, bugün məhz belə bir ailənin içində olmaq doğrudan da mənə çox xoş idi. Allah hər kəsin qapısına toy qismət eləsin. Amin. Otağın əvvəlki görünüşü ilə sonraki görünüşü haqqında qısaca məlumat verək. Bizim otağın əvvəlki görünüşündə qapı çox pis idi. Həm rəng olaraq, həm də görünüş olaraq. Biz bunu yenisi ilə əvəz etdik. Mebelin yerinə televizor qoyuldu. Dəniz dalğasını xatırladan alçı dekorun üzərinə 2 işıq qoyuldu. Bu dalğavari daha qabarıq göstərməsi üçün yerləşdirilib. Pərdələr dəyişildi. Otağın yumşaq mebeli pərdələrə və eləcə də xalçaya uyğun qoyuldu. Baş bəy, bizi qapının arxasında. Budur, Abbasovlar ailəsinə qonaq arxasıca gəldi. Bu dəfə qohum, qardaş, qonşular oldu. Buyurun. Buyurun. İbadət bəy, bu qucağınızdakı uşaq kimdir? Bəlkə bizi tanış eləyəsiz. Allah olmayanlara Nədir da bunun qismət adı? eləsin. Adı Zəhra. Adı ilə böyüsün. Zəhra. Ay, Aparıcımız mikrofonu balaca Zəhraya uzadaraq danışdırmaq istədi. Bibi? Bibi? Bibi yox, ay Xuraman xanım, bəbə. Zəhra sizi balaca bəbəyə bənzətdi. Bir bizi qonaqlarınızla, qonşularınızla, bilmirəm, qohumdur ya qonşudur, tanış eləyərdiniz. Qonşulardır. Nənəni artıq tanıyırıq. Hə, İbadət bəy, bizi tək Zəhra ilə tanış elədiniz. Bəs bu biri qonaqlarla tanış eləmirsiniz? Qardaşımızdır, böyüyümüzdür. Bu da ortancıl qardaşdır. Bunlar nənənin gəlinləridir. İbadət dayının bu otağını gördüyünüz kimi təmir elədik. Bilmək istəyərdim. Keçim icazənizlə mən buradan ailənin bu bir tərəfdən yaxınlaşım bir ürək sözlərini alım. Birinci yaxınlaşaq dayıya. Bəyəndiniz? Çox gözəl, əlinizə qolunuza sağlıq. Biz bugünkü gündə bütün öz adımızdan, ailəmiz adından, hamısı adından sizə öz minnətdarımızı bildiririk. Bu işi təşkil edən təşkilata böyüyünüz başda olmaq şərti ilə bütün burada əziyyəti olan hər bir kəsə uzun ömür, can sağlığı. Xuraman xanım mikrofonu nənənin gəlinlərinə uzatdı. Amma otaq haqqında deyil, qaynana gəlin münasibətindən xəbər aldı. Mən bilmək istəyərdim, nənə necə qaynana olub sizə? Problem olmayıb heç vaxt. Heç deməyib gəlin mənim süpürgəmdir. Nədir? Deyəsən öyrənmək istəyirsən, ay Xuraman xanım. Yox, yaxşı qaynana olub bizə. Yaxşı qaynana olub. Vuruş ben sizi ayıraram.
Nəzakət xala, İbadət dayı, bugün gəldik, sizin evinizi təmir elədik. İnşallah ürəyiniz olmuşdu. Bəli, çox. Çox sizdən razı qaldıq. Var olun, sağ olun. Barış müəllimə də öz təşəkkürümüzü bildiririk. Çox sağ olsun ustaları ilə birlikdə. Hamısına can sağlığı, uzun ömür arzulayırıq. Sağ olun, Allah hamınızı var eləsin. Biz inanmadığımız işləri görmüşsünüz. Ona görə də hamınıza təşəkkür edirik. Bugün Abbasovlar ailəsini sevindirdik, onların sevincinə sevinç qatdıq. Növbəti ailə kim olacaq? Hansı ev olacaq? Əlbəttə ki, bunu Barış bəy bilir. Barış bəy, növbəti evimiz harda olacaq? Yoxsa yenə də sürpriz? Sıradaki evimizde sürpriz olsun. Gidince göreceğiz o evi de. Bakalım görelim. Elə isə bugünlük hələlik deyirik, növbəti evdə görüşmək ümidi ilə. Bax belə, bugünlük bizim memarımız və aparıcımız bir ailəni sevindirdi. Sizinlə sağollaşmıram ha. Görüşərik əziz dostlar. Hansı otağı təmir eləməyə qərar verdiniz? Yan odayı. Nədən? Ya bana soruyor bu hemen ya. Barış bəy. Salam. ya. Zaten bilirəm sən öldürürsən məni. Ulduz oldum ben, ulduz. Haberin yok mu? Olsana ya,